Bu hədisi xatırlayır ki, Nəbi sallallahu aleyhi ve sellemin sirdaşından gəlib. Nəbi sallallahu aleyhi ve sellem sirdaşı kimdir? Huzeyfe ibn Yemen. Yoldaşı da Bakır. Sirdaşı Huzeyfe ibn Yemen'dir. Çünkü münafıkların adını ve bazı qeybi şeyleri ona demişti. Sirdaşla yoldaş arasında fark var. Huzeyfe ibn Yemen radıyallahu anh rivayet edildi ki Salleytu men Nebi sallallahu aleyhi ve sellem zâte leyletin. Yani gecelerin birinde Nebi sallallahu aleyhi ve sellem'le namaz kıldım. Yani söhbət gece namazından gelir. Fettahtel Bekara. Ve Bekara suresinden başladı namazına. Yani Fatiha'dan sonra Bekara suresini okudu. Fekultu. Özüme dedim ki yəqin ki 100. ayda rüküye gider. Ve sonra geçti ve dedim ki Allah bizim bir rükətin hamısında Bekara'nı okuyar. Femada fekultu. Ve onu da geçti. Dedim ki inşallah ki Bekara'nı kurtarar ve rüküye gider. Gözüm rüküye de gitmedi. Sonra iftetahat sureten Nisa fekaraha. Nisa suresini başladı ve onu okudu kurtardı. Sonra iftete Ali İmran. Sonrası Ali İmran suresini okudu. Bir rüküyetin içinde. Şeyh Hafizullah buyurur ki Nebi sallallahu aleyhi ve sellem bu 3 tane büyük sureni yani Bekara, Nisa ve Ali İmran suresini bir rüküyette okudu. لأنه يشعر بلذة العبادة. Çünkü o ibadetin lezzetini hissedirdi. İnsan ibadetin lezzetini hissediyende istenen ibadet olsun, Kur'an okumak olsun, namaz olsun, ayrılmak istemirsen ondan. Ama lezzetini istelemeyende ise istəyirsən tez qutarsın. Ona göre Nebi sallallahu aleyhi ve sellem Bilal'a ne derdi? Bilal radıyallahu anh derdi ki erihne bis salah. Bizi namazla rahatlandır. Ve hemçinin şeyh buyurur ki halaveti tilavetil Kur'an. Kur'an'ın tilavetinin şirinliğinin dadında insan ayrılmak istemir. Ve kâne kullama marra bi ayetin fiha da'a du'an ev fiha istiğfara. Her bir ayet geçende Nebi sallallahu aleyhi ve sellem eğer dua eləmək lazım ise dua elirdi ve istiğfar dilemek lazım ise istiğfar dilirdi. İlim ehli buyurur ki yani bu gece namazlı olan bir hususiyet. Aydın yani bir Müslümanlar tatbik edebilirler bunu. Eğer oxusa ki mesela cehennem ayeti zikr olunur, mesela gece namazı kılır, diyebilirler ki Allah'ım cehennemden sana sığınırım. Veyahut da cennet ayeti zikr olunur ve cennet isteyelim diye. Mesela vucuhun yevme izin nadira ila rabbiha nadira. O gün içinse yüzler parlayacak ve öz Rablerine bakacaklar. Orada da yani diyebilirsin Allah'ım nesevke min fadlike. Allah'ım senin lütfunla bu şeyi isteyirəm senden. Bunda bir bahis yoktur. Ve Nebi sallallahu aleyhi ve sellem de şey buyurur ki dua alınan yerde dua edilirdi, istiğfar lazım olan yerde ise istiğfar edilirdi. Allah subhanahu wa ta'ala Ahzab suresi 21. ayette bize buyurur ki hitaben لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ usvetun hasene limen kâne yercuyullah vel yevmel ahir. Allah'a ve ahiret gününe iman getirenler için hakikaten Resulullah'ta sizin için güzel numuneler var. Yani Peygamber sallallahu aleyhi ve sellem numune almak lazımdı. Her meselede, bütün işlerde. Şeyh Hafizullah buyuruyor ki hâdâ lâ yutiquhu ümmete ev kethîrun minhum. Yani ümmetin buna gücü çatmaz yani bir rükette bu boyda 3 büyük sureni okumağa veyahut da ekseriyetinin lakin aleyna fi hududi taqatina. Bizim gücümüz çatdığımız kadar buna çalışmalıyıq. Her en gücüne kadar çatırsa. Hatta bazı rivayetlerde ne gelip Nebi sallallahu aleyhi ve sellem Sahiheyn'de gelen rivayette dedi ki en faziletli namaz kıyamı uzun olan namazdı. En efsel namaz, faziletin üstün namaz, kıyamı uzun olan namazdı. Ne kadar bacarsan kıyamı uzatmak o kadar senin için hayırlı. Hususen de deyirlər gece namazını. Çünkü bazı selefler deyiblər ki Allah insana zahiri ve batinin nuru onun gece Rabbinin qabağında durduğu miqdarında verir. Ne kadar çok dayansan Allah öz nurundan bəxş edəcək sənə hem zahiri hem de batinin nurundan. وَلِنَحْرِسَ عَلَى تِلَوَةِ الْقُرْآنِ Şeyh Hafizullah buyuruyor ki həris olmalıyıq Kur'an okumağa. Şeyhin bu sözünden qırığa özümüzde bir haşiyə kenara çıxaq, xüsusən də içinde olduğumuz Şaban ayına. Sələflər deyirlər şəhrü Şaban, şəhrül Qurra. Şaban ayı qarilər ayıdır. Yani Kur'an çok okuyanlar ayıdır. İbn Hacer getirir ki bəziləri dükkanlarını bağlayırdılar. Ramazanda işləmirdiler. Dükkanlarını bağlayırdılar ve çəkilirlər Kur'an okumağa. Ve bəziləri də zəkatlarını Şaban ayında çıxardırdılar. Yani
bu göstərir ki, yəni onların Quranla olan münasibəti. Hətta hazırlaşmış olasan. İstər orucu çoxaltmaq olsun bu ayda, Allah'ımız müvəffəq eləsin. İstər ibadətləri hamısını ki, Ramazan ayına hazırı olsun. Hətta Nəbi sallallahu aleyhi ve sellem'dən soruşanda ki, sahabə, niyə bu qədər çox çalışırsan bu ayda, istər ibadət məsələsində? Çünki bu ay deyir, Rəcəblə Ramazanın ortasındadır. Rəcəb ayı haram aydır. Haram aylarda da günahlar qat-qat dərəcəli olduğu üçün savablarda qat-qat dərəcəli olur. Ramazan da hökm verir. Artıdır. Bəzi Şaban ayını isə bəziləri qafildirlər bu aydan. Ona görə mən bu ayda daha çox çalışıram. Və ümmətin də buna irşad edib yönəldir. Şeyx Hafizullah buyurur ki, Şeyx Rabi və biz həris olmalıyıq Quranı oxumağa və alə hifzihi, onu əzbərləməyə və tədəbburihi və fəhmihi. Həmçinin onu başa düşməyinə və onu idrak etməyə. Və elə buradaca deyir, İbn Abbas radiyallahu anh'ın hədisi yadıma düşdü ki, Nəbi sallallahu aleyhi ve sellem fəstəyqaza, gecə yuxudan qalxdı. İbn Abbas deyir, bir yerdə qalmışdım onlarla. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem sözcüsü İbn Abbas radiyallahu anh'ın qohumu idi. Fətəsəvvəkə, misvaqlandı. Onu gedir, misvaqın sünnə olma yerlərindən biri də yuxudan durandadır. Tilavətdən qabaqdır, yuxudan durandadır, namazdan qabaqdır, evə girəndədir və s. Bunlar misvaqın xüsusi savab gəldiyi yerlərdir. Şəkil İbn-i Mulqin Rahimullah buyurur ki, misvaq haqqında 100-dən çox hədis faridə olub. 100-dən çox. Amma bugün yəni görürsən ki, artıq tətbiq olunmadıqca bu sünnədə insanlardan çıxır gedir. Nəbi sallallahu aleyhi ve sellem misvaqlandı, dəstəmaz aldı və Əl-İmran surəsinin axır ayələrini oxudu. İnnə fi xalqis səmavati vəl ardı vaxtilafil leyli və nəhər ləəyyətin li əlbəb. Həqiqətən yerin göyün yaradılmasında, gecənin gündüzü bir-birini əvəz eləməsində ağıl sahibləri üçün ibrətlər var. Təbii yəni biz ayənin təfsir barəsində danışmırıq, arasında var. Əllədinə yədkurunəllaha qiyamən və qu'udən. Sonra Allah bizə bəlli eləyir o ağıl sahibləri kimlərdir. Əllədinə yədkurunəllah, o kimsən Allahı hər hallarında zikr edirlər. Qiyamən və qu'udən, ayaq üstə halda, oturuqlu halda, uzanıqlı halda. Və deyirlər ki, Rəbbim, sən bu ayda kainatı boş yeri yaratmamısan. Və Nəbi sallallahu aleyhi ve sellem fəqara həulə iləyət həttə xatmət surə oxudu. Bu ayədən başladı oxumağa və Əl-İmran surəsini tamamladı. Yəni, axırdan təxminən 189-dan 200-ə qədər 11-12 ayət, yəni, elə də çox deyil. Və şeyh buyurur ki, yənbəğə ən yəttəxizəl insən vəlidən fi leyləti izə qamə fi cəvhəl leyl yəqrə həzil ayət. Gələ müsəlman da yəni, bundan özü üçün nümunə götürsün və gecə qalxanda bacardığı qədər bu ayələrdən bu ayələri oxusun və həmçinin gecə 100 namaz qılsın.